Salam, hörmətli qonaqlar. Mən sizin hər birinizə təşəkkür edirəm ki, bu istirahət günü qiymətli vaxtınızı ayırıb, bizim dəvətimizi qəbul edib, bu konferansa təşrif buyurmuşsunuz. Bugün bu konferansda əsasən təşəkkür edirəm Milli Məclisin deputatları Müşfiq Məmmədli müəllimə və İlham Məmmədov cənablarına təşəkkür edirəm. Və burada əziyyət çəkib gəldiyi üçün İcbari Tibbi Sığortanın nümayəndəsi Nella xanıma təşəkkür edirəm. Təbibin nümayəndəsi Ziya müəllimə təşəkkür edirəm. Və bütün Tibb Universitetinin professor müəllim heyətinə gəldiyi üçün öz minnətdarlığımı bildirirəm. Həkimləri Təkmilləşdirmə İnstitutunun professor və dosent müəllim heyəti bura gəldiyi üçün, bu elmi öyrənmək üçün həkimlərə, Tibb Universitetini qutarmış, işləyən həkimlərə öyrətməyə çalışdığı üçün təşəkkür edirəm. Və bütün rayonlardan gəlmiş, Bakıdan gəlmiş bütün həkimlərə və bütün qonaqlara təşəkkürümü bildirirəm. Xoş gəlmişsiniz. Sizin üçün vaxtınızı çox almayacağım və ekranda gördüyünüz kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin müəyyən dəyərləri var və bu dəyərlərə əməl edir və bunun üçün çalışır. Bunda hər birinizdə bu dəyərlər paylanıb sizə və ekranda görünür. Vaxtınızı çox almayacağım və əsas məqamlara toxunacağım. Birinci fundamental dəyərlərimiz qeyri-mümkün olanı mümkün olana çevirmək. Yəni bu nədir? İndiyə qədər sayılırdı ki, bugünə qədər xroniki və autoimmün xəstəliklər müalicəsi olunmur. Artıq Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri tərəfindən bugünə qədər müalicəsi mümkün sayılmayan xəstəliklər uğurla müalicə olunur. Növbəti fundamental məqsədimiz, missiyamız. Biz bəşəriyyəti xəstəliklərdən xilas etmək, insanları sağlamlığına qovuşturmaq, onların sağlamlığını bərpa etmək üçün mövcuduq. Və onun üçün artıq müəyyən məqsədlərə çatmışıq. Xarici ölkələrdən də, tək Azərbaycandan başqa xarici ölkələrdən də xroniki xəstəliklərin müalicəsi üçün artıq Azərbaycana pasiyentlərin gəlişi başlayıb və davam edir. Bundan başqa ən çətin, böyük, çətin və cəsarətli hədəflərimiz Azərbaycanın yaxın xarici dövlətlərin vətəndaşlarının xroniki və sağalmayan xəstəliklərinin müalicəsi üçün üst tutduğu məmləkətə çevrilməsinə nail olmaq. Azərbaycan vətəndaşlarının xarici dövlətlərə müalicə üçün yox, ancaq biznes və istirahət məqsədli səyahət etməsinə nail olmaq. Və artıq bunun üçün də müəyyən addımlar görülüb, gördüyünüz kimi və bunu artıq inkişaf etmək lazımdır. Ancaq mən sizə sizdən bir xahişim var. Sizin də köməyinizə, hər birinizin köməyinə ehtiyacımız var. Çünki bu böyük bir məqsəddir və bunu, necə deyərlər, tək əldən səs çıxmaz. Bunun üçün bizim üçün yaradılmış dövlətimizin başçısı, hörmətli cənab İlham Əliyevin yaratdığı bu münbit mühitdən, şəraitdən istifadə edərək biz də bir yerdə hərəkət etməliyik. Məqsədimiz bundan ibarətdir ki, tək bioloji təbabət klinikalarında deyil, Azərbaycanın dövlət və bütün özəl müəssisələrində bu inteqrativ müalicə metodları istifadə olunsun. Necə ki, əvvəllər, 5-6 il bundan əvvəl insanlar xarici ölkələrə, İrana, Türkiyə, Rusiya müalicə üçün gedirlərdir. Artıq bu ölkələrin vətəndaşları xəstəliklərdən qurtulmaq üçün belə bir söz desinlər. Problemim var, xəstəliyim var, xroniki xəstəliyim var. Get Azərbaycana, bütün tibb müəssisələrində inteqrativ müalicə ilə xroniki autoimmün müalicəsi mümkün sayılmayan xəstəliklər müalicə olunur. Bundan ötəri sizlərin, bütün tibb işçilərinin
bütün tibb müəssisələrinin, təhsil müəssisələrinin köməyinə bizim ehtiyacımız vardır. Və əminəm ki, biz sizlərlə bir yerdə bu çətin işin öhdəsindən gələcəyik və Azərbaycanın səhiyyə xidmətinin, səhiyyə sisteminin bu güclü tərəfi olan integrativ müalicə üsullarını, metodlarını Azərbaycanda daha yüksək səviyyəyə qaldırıb bütün dünyada bu müalicəni tanıtdıracağıq. Və bununla biz qeyri-neft sektorundan gələn gəlirləri inkişaf etdirə bilərik. Necə ki, tibbi turizmi əvvəl xaricə valyuta axırdı. Xaricdən gələn xəstələrin hesabına ümumdaxili məhsulda tibbi turizmindən gələn gəlirləri sizlərlə bir yerdə artıra bilərik. Və bununla da biz də öz Azərbaycan iqtisadiyyatının dayanıqlığına, onun gəlirlərinin artmasına, iqtisadiyyatın möhkəmləşməsinə nail ola bilərik. Və bugün xroniki xəstəlikləri müalicə edərək, insanları sağlamlığına qovuşduraraq, səhiyyəyə çıxan xərcləri azaltmaq olar və bu səhiyyə xərclərini təhsil xərclərinə, müdafiə xərclərinə və iqtisadiyyatın digər sahələrinə tətbiq oluna bilər. Və sizlərə bir daha təşəkkür edirəm. Biz bir yerdə güclüyük. Təşəkkür edirəm.